Bəli, nə var nə yox deyib, gözəl bir diyara gəldik. Hara gəldik? Biz hal-hazırda Azərbaycanın gözəl şəhərlərindən biri olan Göygöl şəhərindəyik. Bax elə bugün sizə Göygöldən nə var nə yox deyəcəyik tamaşaçılar. Sol tərəfimiz Qazax Şəmkir, sağ tərəfimiz Laçın, Kəlbəcər və Göygöl. Maraqlı bir diyarda, tam mərkəzdə, Göygölün girişində. Təbii Göygöldə silinməz bir tarix var. Bəli. Özünə məxsus gözəl adət-ənənələri var, mətbəx var, ziyalıları var. Amma Səmən nənə bizi gözləyir ha. Səmən nənə gilə gedərsə, Mən vaxtım olmayacaq, mən gedə bilməyəcəm. O da nənədir ha. Biz sənə çox bilmiş nənədir. Kimlə danışırdı bu dəfə? Qonaqlarımla danışacaq, amma qonaqlarımız gəlir Bakıdan birbaşa üst sular Göygöl şəhərinə mənim dəvətimlə. Musiqi də olacaq, çal-çarı da olacaq, əyləncə də olacaq, hər şey olacaq. Bəli dostlar, bura isə Göygöl şəhərinin böyük parklarının biri olan Heydər parkındayıq. Və burada ərazisi böyük olduğuna görə bir çox idarələr burada fəaliyyət göstərir. Heydər mərkəzi və Göygöl Gənclər Evi. Bu parka da biz gəldik ki, gəlin elə bir yerdə nəzər salaq. Və bu parkda çox gözəl, deyərdim ki, ərazisi böyük olduğuna görə gəzməli, görməli bir parklardan biridir ki, həm ailə şəkildə gəlib burada istirahət edirsiniz, eyni zamanda Göygölə gələn ilk turistlər tərəfindən də maraqlı parklardan biridir. Nəzərinizə çatdırım ki, Göygöl rayonunun 1819-cu ildə aprel 22-sində Almanlar tərəfindən Helendorf adı ilə bura salınıb. Balda dostum bizi gördü və dayandı. Adın nədir sən? Yusif. Yusuf, neçə yaşın var? 8. 8, necə oxuyursan? 2-də. 3-ə gedirəm. 3-ə gedirsən. Hansı fəni yaxşı oxuyursan? Təsvir incəsənd. Sən böyüyəndə nə olmaq istəyirsən? Mən polis. Polis, ay maşallah, dövlətini, xalqını qoruyan bax, gənc yiğidimiz. İnşallah istəyənə çatarsan. Burada bütün valideynə, qohumlara bir salamlar göndər, sinif yoldaşlarına. Salam. Hər kəsə denəm. Hamınızı salamlayıram. Ay maşallah. Hardan salamlayırıq? Göygöldən. Göygöldən. Abala deyirəm, kənd həyatı gözəldir. Gəldim bu düyümdən ötürü ölənlər var, nənəm qurban. Ölənlər var, bəh. Bulaq suyu, dağ havası. Bax, nənəm qurban, bunlar caz belə. Daşıyırsan hələ. Bu betondan danışmıram. Sən bunun devrinə baxaydın, güllərim yanırsınlar.
Dostlar, biz nəyə gəldik? Bax, indi hal-hazırda dayandığımız və olduğumuz yer harada? Təbii ki, Raul Göygöl şəhərinin gözəl bir savadlı gənc kadr bələdçisidir. Raul, səni də salamlayıram. Salam, xoş gəlmisiniz rayonumuza. Birazdan yer altına daxil olacağıq. Təxminən 1855-60-cı illərdə inşa olunubdur həmən o yeraltı zirzəmilər. Əsasən şərab saxlamaq məqsədindəndir. Förer qardaşları və Hummel qardaşları tərəfindən hazırlandığı bilinir. Birazdan keçək, daha detallı orada daha yaxından tanış olaq, məlumatımız olsun. Amma mən deyərdim ki, doğrudan da Göygöl rayon kimi deyilir, amma artıq şəhər statusu alıb və şəhər kimi də gözəlləşir, abadlaşır. Bunun da artıq gələnlər, görənlər bilir. Bildiyiniz kimi Göygöl şəhər mərkəzini 1818-ci ildə almanlar tərəfindən salınıbdır, amma həmən dönəmdə ətraf kəndlərdə yaşayış olub. Gördüyünüz bu qurğu liftin motor hissəsidir. O dönəmdə almanlar burada aşağı yüklər, əsasən də palıd çəlləkləri daşınması məqsədindən quraşdırılıbdır. Bu pillənkəndən isə biz hal-hazırda daxil oluruq zirzəmilərə. Çox maraqlı yerdir və belə deyək də, insan görmədiyi yerə daxil olanda insana həyəcan yaranır. Amma bu həyəcana baxmayaraq mənim üçün çox maraqlı gəldi. 1800 neçənci ildə dediniz bu? Təxminən 1855-60-cı illərdə şərabçılığın inkişaf tarixində burada inşa olunubdur. Maraqlı divarda da fotolar, məsələn bu keçmişi birlikdə xatırladır. Bu rəsmlər almanlar. Alman rəssam Viktor Hur uşaqlığı Göygöldə keçib və o dövrə aid eskizləridir, çəkişlərdir. Aydındır. Yenə orada da üzüm və şərab, istirahət ailəsi burada hiss olunur. Burada isə biz zirzəmini Almanlar tərəfindən şərab saxlamaq üçün inşa edilmiş yeraltı zirzəmilər. Bu zirzəmini biz hazırlamışıq. Biz hal-hazırda bu hissədəyik. Biz artıq ən maraqlı yer olan 80 santının 19 metrə olan bir dar tunelə keçərək digər böyük zallara keçid eləyəcəyik. – 1819-cu ildə bax bu gördüyümüz, hal-hazırda durduğumuz Göygöl şəhəri salınıb, Alman kolonistləri tərəfindən Helendorf adlandırılıb bura və ilk vaxtlar mən belə deyim ki, Alman memarlıq üslubunda bax bu gördüyümüz binalar tikilib və ilk öncədən 56 ailə yaşayıb burada. Sonra bu gözəl təbiətə malik olan bu Göygöldə, o vaxtın Helendorfunda deməli küçələr salınır, daha doğrusu binalar tikilir. Bax belə bir evlər tikilir, özlərinə məxsus olan onların üslubunda evlər tikilir və sonra da 6 küçə salınır. Və təbii ki, orada məktəb də vardı, orada musiqi məktəbi, eləcə də ümumi təhsil məktəb, eləcə də uşaq bağçaları və get-gedə 1938-ci ildə isə artıq Helendorf yox, 38-ci ildə artıq bura Xanlar rayonu adlandırılır. O da bizim Xanlar Səfər Əliyevin adına bura Xanlar rayonu adlandırılır. 2008-ci ildə isə Milli Məclis belə qərar verir ki, artıq Göygöl rayonu kimi adlandırılsın. Ona görə də biz hal-hazırda bax bu balaca olsa qısa məlumatı sizə Göygölün tam mərkəzindən veririk. Əziz tamaşaçılar, hələ bu harasıdır? Ardı var. Bəli, rubrikamız və təqdimatlar, mətbəx, musiqi. Bir sözlə Göygöl macəramız bu həftə çox maraqlı olacaq. İzləməkdə qalın.
sizin məhlədən. Gözlərim gördü gülüm səni birdən. Aşıq oldum özümdə heç bilmədən. Ay yarım, ay canım. Mən gəlib keçəndə sizin məhlədən. Gözlərim gördü gülüm səni birdən. Aşıq oldum özümdə heç bilmədən. Ay yarım, ay canım. Səni mənə bəxş edən Tanrım, ürəyimi aldı mənim yarım. Səni mənə bəxş edən Tanrım, həyatıma xoş gəldin qadın. Səni mənə bəxş edən Tanrım, ürəyimi aldı mənim yarım. Səni mənə bəxş edən Tanrım, həyatıma xoş gəldin qadın. Sözlərinə heyran olmuşam, qara gözlərinə mən vurulmuşam. Mən səni görəndən aşıq olmuşam. Ay yarım, ay canım. Şirin sözlərinə heyran olmuşam, qara gözlərinə vurulmuşam. Mən səni görəndən aşıq olmuşam. Ay yarım, ay canım. Səni mənə bəxş edən Tanrım, ürəyimi aldı mənim yarım. Səni mənə bəxş edən Tanrım, həyatıma xoş gəldin qadın. Səni mənə bəxş edən Tanrım, ürəyimi aldı mənim yarım. Səni mənə bəxş edən Tanrım, həyatıma xoş gəldin qadın. Gəldin qadın. Bəxş edən Tanrım, səni mənə bəxş edən Tanrım, səni mənə bəxş edən Tanrım, ürəyimi aldı mənim yarım. Səni mənə bəxş edən Tanrım, həyatıma xoş gəldin qadın. Səni mənə bəxş edən Tanrım, ürəyimi aldı mənim yarım. Səni mənə bəxş edən xoş gəldin qadın. Səni mənə bəxş edən Tanrım, ürəyimi aldı mənim yarım. Səni mənə bəxş edən Tanrım, həyatıma xoş gəldin qadın. Hal-hazırda olduğumuz yer Alman kilsəsi kimi biz tanıdığımız bir yerdir. Amma indi ad dəyişilib Göygöl rayonu. Hal-hazırda Tarix Diyarşünaslıq Muzeyi olaraq fəaliyyət göstərir. 1854-cü ildə burada yaşamış almanların iyanət toplayaraq bir qərara gəldilər ki, belə bir kilsə tikilsin. Bura Azərbaycanın ilk Lüteran kilsəsidir. Bildiyiniz kimi burada yaşayan almanlar Lüteran dininə mənsub olublar. 1854-də tikinti başlayır, 1857-ci ildə artıq kilsə olaraq fəaliyyətə başlayır. 1941-ci ildə 2-ci Dünya müharibəsi başlayan zaman burada yaşayan almanların hamısı Qazaxıstan və Sibirə sürgün olunduqdan sonra burada artıq icma qalmır və həm də müharibə başladığına görə burada hospital olaraq fəaliyyət göstərir. Müstəqillikdən sonra isə artıq burada Diyarşünaslıq Muzeyi olaraq fəaliyyət göstərir. Bugünkü gündə dövlət tərəfindən və Göygöl Mədəniyyət
idarəsi tərəfindən qorunur, saxlanır və artıq sizə yerli sakinlər isə turistlər tərəfindən bura gəlinib və təqdim olunur. Burada ən görməli bir turizm marşrutuna daxildir. Aha. Eyni zamanda burada həm almanların, həm də bizim tariximizə aid eksponatlar var. Burada uşaq beşiyi də var, uşaq beşiyin, dəmir kənd təsərrüfatı alətləri var. Burada maraq Göygöl rayonunun tarixi abidələridir. Yapım binası, Çaykənd kəndində yaşayış evi, 2 tağlı körpü. Demək olar ki, oradan da bu günə kimi məhz bax elə qonun saxlanılır. Almanlara məxsus burada əşyalar bu günə kimi qorunub saxlanır və turistlərə təqdim olunur. Amma bu muzeyin içində ən əsası bizim önəmli və vacib olan unutmadığımız bir şey var ki, qələbə qazanmış bir ölkədə yaşayırıq və ölkənin vətəndaşıyıq. 8 noyabr hər birimizin şərəfli bir, şanlı bir tarixidir. Zəfər günü. Təbii ki, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə möhkəm can sağlamlıq edirəm və bu gün bu muzeydə şəhidlərimizin məhz burada lövhəsi burada təqdim olunur bütün qonaqlara. Heç bir zaman, heç vaxt şəhidlərimizi və qazilərimizi unutmamalıyıq və təbii ki, bir Azərbaycanlı olaraq öz ölkəmizdən, dövlətimizdən fəxr edirik. Düzdür? Düzdür. Təbii ki, Azərbaycan adı, 3 rəhli bayrağımız və himnimiz, bizə xas olan gözəl adət-ənənələrimiz bu bizim özəl olaraq brendimizdir. Biz ölkəmizdən gələcək nəsillərə ötürməliyik. Təbii ki, ölkəmizdən, dinimizdən, bayrağımızdan, xalqımızdan fəxr edirik. Güclü bir ölkənin vətəndaşıyıq. Düzdür? Artıq 44 günlük müharibədə biz hansı gücə malik olduğumuzu bütün dünyaya bəyan etdik. Düzdür. Cənab Prezidentin təbii ki, o güclü siyasət sayəsində və güclü ordumuzun sayəsində. Və Allah təala ölkəmizi qorusun, ordumuzu qorusun və ölkəmiz hər zaman inkişaf etsin. Biz Azərbaycanlı olmamıza fəxr edirik. Burası mənə evdədir mi? Başı bakayım bu evden. Şimdi bir baktı bize gelen. De konağım var. Görüm şimdi gelen. Geldim nenem kurban geldim. Aynen ha. Vay, ay sen hoş geldin. Oy, başına demene. Yedim dağıttım hemen. Ne? Sen ne tepsi geldin çıksın. Ne yaşıyorsun? Gel. Sen para buna ne kurban. Dünəndən gəlməliyim. Mən dünən başım qarşıda bizim qonaqlar vardı. Elə bildim başqa adamlardı gələn özünüksü ölürəm istidən. Yaxşana çay verməmişəm. Yani boşulmamışım ha. Çayım var. Yenə bir qəşəng şirniyyatlar aldım. Var. Gel. Bilirəm sən. Gəlsən. Dünənki qonaqlardan gətirmədin. Onlar getdilər, oxumlar getdilər. Gəhlənmirdim. Amma sənin sevdiyin müğənni gəlib. Gəl otur şurada deyir. Geç. Nənəm qurban. Yaxça gəldim. Ne var ne yok. Dağıtmazsan bu gözəl bağda zatda. Qoy sayılı çay gətirəcəm. Qoy birinci özüm için hələ. Ay maşallah. Bak birinci özünə qulluq. Neyse ne tersin. Yürürdüm bayaqdan meylədə işləyirəm. Ay maşallah. Yığıb verəcəm nənəm qurban apararsan bir aləm hayva yığımsam. Ay maşallah. Kurmalar değil mi böyle?
Deyif, deyif. Elə. Deyif, hə, deyif. O sənin dünən oxuyan müğənnilərin kimi hamısı deyif, narahat olma. Müşahibət dostun gəlmişdi, salam söylürdü. Sən canım. Sənin xəttindən istəyini gətirdim onu, oxudu qəşəng. Oxudu, qəşəng oxudu. Salam Sonra verdi. ki vardı, danış gör. Məhəlləm vardı, o nə bilim, arada bəyənirsən, bəyənirsən, Gəncəli. Gəncədən, o çoxdanın müğənnilərindən. Həyatımda cavan oğlan vaxtında. Mənim bacımın nəvəsinin toyunda o da oxumuşdu. Müşahibə yollaşan gəldi, sana bir salam göndərdi, xüsusi bir salam, bir nənəm anı. Sən məndən başqa aşıq. Gələnmədim. Heç sən soruşmursan niyə gələnmədim? Niyə gəlməm? Dedin ki, başım da aşıq nəsə. Ay, bizim o qonşunun balasını, balacasını kəstirmişdilər, oraya getmişdir. Sit olur. Həmişə toyda Sən gedirsən toylara. Mən toydan qalana. Deyirəm, bir insana xına yaxtına gedərsən. Niyə getmirəm ki, xına yaxtıya gedirsən, salar gedərəm. Tamam. Belə bir yaşlı olsan, belə bir enerji olsan, nə deyim? Mənə bax, görüm. İndi mən Nə qəçsən var? Ye, özüm pişirmişəm. Daltıdır. Nənən qurban mağazadan almışam, mənim halımı var, mən buradan şirniyyat pişirim. Sənin o şey, baxıram verilişindəki o gedəyət ilə pişirsin, gətirsinlər, onu pişirdiklərindən mani gətirmirsən ki. O özü pişirir, özümüz də orada yeyirik. Gördünüz, mənsiz yeyərsiniz, mənsiz yeyərsiniz.
Doğrudan da insan gəzmək istəyir bu küçələri. Çox təmiz, gözəl, yeni asfaltlar, baxmayaraq qədimini qoruyub saxlayır Göygöl, amma yenə də müasir görkəmdə insanları heyran edir. İstə yerli insanlar, istə turistləri və hər yerdə mini belə balaca parklar var və insanlar gəzir, oturur, maraqlı əyləncə vaxt Əlbəttə ki. keçirirlər. Amma onu da deyim ki, Emin, bu dəqiqə hal-hazırda bizim əhval-ruhiyyəmiz niyə biraz o yan bu yan ola bilər? Çünki biz ən azından Bakıdan gəldiyimizə görə bura, yəni Göygöl rayonu 3724 metr dəniz səviyyəsindən hündürdür. Yüksəklikdədir, bəli. Ona görə buranın havası da tamam gözəldir. Əziz tamaşaçılar, kaş ki burada olaydınız, baxardınız, görərdiniz buralar nə gözəl, nə möhtəşəm. Hələ bu harasıdır, başqa yerlər də var. Və insan gəzir və gəzməklə yorulmursan. Siz niyə deyandınız dostlar? Nə tərsiz? Salam. Bizə baxırdınız? Ay maşallah. Adınız nə oldu? Nə tərsiz? Mənimki Rihad. Nihat, sənin? Hümbət. Hümbət. Hazırlıqda yoxsa məktəbdə? Mən hazırlıqda. Hazırlıqda. Nə üzrə, hansı fən? Mən ana dilinə. Sən? Mən də ana dilinə. Maşallah, sən ondan gözlərsən. Nə olub, belə sakitsən? Hər şey yaxşıdır? Bəli. Hansı fəni daha yaxşı oxuyursunuz? Mən ana dilinə ingilisdir. Və sən? Mən də ana dilinə. Sən canım, dur görüm. Uşaqlar, İki Göygölün dönərlik. özündənsiz, buransınız, Bəli. burada yaşayırsınız, hə? Neçə dönər yeyərsən? Bayrağın da səsdir. Bayrağın. də yemirəm. Və nə yeyirsən? Nə? Uşaqlar, bizim soruşmağımızda məqsəd biz nədən ibarətdir? Biz Azərbaycan bölgəsinin başqa-başqa bölgələrində, yəni şəhərin, respublikanın başqa bölgələrində yaşayırıq və hər bölgənin özünün mətbəxindən danışmaq istəyirik. Göygöldə ən çox bişən yeməklər hansılardır? Nə bişirirsiniz evdə, nələr bişirir, nə yeyilir? Mən vallah. Nə xoşsan? Hansı xörəyi xoşsan? Mən Nə olsa? Və sən? aş. Aş. Və sən? Dolma. Dolma. Elə görmürəm maşallah iştahda heç zəif deyil. Sağ ol dostlar. Onlardan çox üzümdür. Üzümdür Hə. bəli. Üzüm üçün Üzüm bağı da var, bəli. Üzüm bağı. Çox sağ olun, işlərinizdə Çox sağ olun. uğurlar. Göygöl rayonunun Gözəl kəndindəyik və təbii ki, gözəl bir ailə daxil oluram və istəyirəm ki, bu ailəni bir yaxından tanıyaq. Hala getsək, biləm ki, qonaqpərvərlik hər evdə, hər yerdə hiss olunur. Hə, evə daxil olam və gedək görək indi hansı ailə ilə tanış olacaq. Salam əleyk. Salam əleykum. Xoş gördük. Xoş gəlmisiniz. Sizi tanıyaq. Ev sahibi. Hacıyev. Hacıyev. Asım məmnun var, nə yox? Çox İşlər necə gedir? Çox sağ olun, yaxşılıqdır, hər şey Bu qaydasındadır. kənddə əkin-biçin heyvandarlıqdır yəni. Bəli, bizim kəndimizin əsas məşğuliyyəti əkinçilikdir, heyvandarlıq, maldarlıqdır. Siz elə bu hamı biz kimi. elə Neçə övlad, neçə ailə var? Burada deməli əhalinin sayı məsələn 755-dir. Aha. Amma belə götürəndə fakt yaşayır 400 neçə nəfər adam. Aydındır. Bir uzağa yaxına gedən Aydındır. Aydındır. Və sizin öz neçə övladınız var? 2. Ki Allah sağsın. Nəvə yoxdur elə. Nəvəm var, bir nəfər təzə nəvəm var. Ay maşallah, Allah sağsın. Yəni, Xanıma sağ deniş olsun. başındadır. Salam mələkə. Xoş gördük. Xoş görüşdük. Necəsiz? Yorulmayasınız. Ay maşallah. Təndir qalanıb. Çörəyimiz hazırdır. Yuxadır da buna deyirlər. Lavaş. Lavaş. Bəh. Qoca xanımlar olan yerdə hər şey gözəl olur da. Təbii ki, düzü. Yorulmayasınız, qolunuza qüvvət. Bunun özü bir deyək də, böyük bir həm vaxt aparır, həm enerji insan itirir. Ona görə biraz çətindir. Kameramanımız bunu bir çəksin, qəşəng bir gözəlliyi daha da canlı çəksin. Dostlar, ona qeyd edim ki, yəni doğrudan da hər yerdə qonaqpərvərlik hiss olunur. Elə bu Gözəl kəndində eşitdik ki, biz qonşu kənddə qonaq çəkilişə gəlmişik. Deyirlər, bizim kəndimiz niyə çəkilməsin? Biz də qonaqpərvərik, biz də hər şeyi bacarırıq. Ona görə bu xanımlar məhz elə yığışıb, bir olub, bizim üçün gözəl bir təndirdə çörək yapdılar, düzdürmü? Bəli. Allah bərəkət eləsin. Göyçə lavaş. Göyçə lavaş, ay can. Bunu istisi yeməyəsən nə deyəsən? Pendir. Özü hamısı öz məhsullarımızdır buranın. Bağınız maşallah yekədir ha. Böyükdür. Bütün meyvə ağacları da var. Meyvə ağacları var, almadır, armuddur. Özünüz üçün onu artıq belə deyək, saxlayırsınız yoxsa artıq satışa da buraxırsınız yoxsa? Lazım oldu özümüz üçün istifadə edirik. Alanlar artıq olanda məsəl üçün onu satışa. Bolluq o varsa demək satışı. Çox gözəl. Təbii ki, Görsü kəndində özünə gözəl məxsus qəşəng öz adət-ənənələri var, düzdürmü? Qonaqpərvərlik, istiqanlıq.
Türk olasan, Türk olasan, Türk olasan. İstesen mertliğinle el alemde görç olasan. Sen gerek Türk olasan, Türk olasan, Türk olasan. Necə görsətdi hünər cəsarətlə şəhidlərim. Yenidən tarixi yazdı qeyrətlə şəhidlərim. Vətən uğrunda canından və qanından keçdi. Dəyişdi torpağı sonda cənnətlə şəhidlərim. Vətən uğrunda canından və qanından keçdi. Dəyişdi torpağı sonda cənnətlə şəhidlərim. Cənnətlə şəhidlərim. İstəsən mərdliğinlə el aləmdə görç olasan. Sən gerek Türk olasan, Türk olasan, Türk olasan. İstəsən mərdliğinlə el aləmdə görç olasan. Sən gerek Türk olasan, Türk olasan, Türk olasan. Edirik, etməliyik hörməti cəm qazilərə. İlahi verməsin innən belə qəm qazilərə. Qaldırdı zirvəyə üsrəkli vətən bayrağını. Borcluyuq həm döyüşən əskərə, həm qazilərə. Qaldırdı zirvəyə üsrəkli vətən bayrağını. Borcluyuq həm döyüşən əskərə, həm qazilərə. Əskərə, həm qazilərə. İstəsən mərdliğinlə el aləmdə görç olasan. Sən gerek Türk olasan, Türk olasan, Türk olasan. İstəsən mərdliğinlə el aləmdə görç olasan. Sən gerek Türk olasan, Türk olasan, Türk olasan. Fərqi yoxdur biz üçün torpağın o baş bu başı. Bizə qeyrətli vətən başladı qeyrət savaşı. Xalqımız dünyaya görsətdi vətən sevgisini. Bir atayla iki övlad döyüşürmüş yanaşı. Xalqımız dünyaya görsətdi vətən sevgisini. Bir atayla iki övlad döyüşürmüş yanaşı. İstəsən mərdliğinlə el aləmdə görç olasan. Sən gerek Türk olasan, Türk olasan, Türk olasan. İstəsən mərdliğinlə el aləmdə görç olasan. Sən gerek Türk olasan, Türk olasan, Türk olasan. Deyirəm Mati, nə qədər gəzirik, nə yorulmuruq, nə bezmirik. Çox Bir yerdə maraqlı. yorulmaq olar. Göl-gölə gələsən, kəkli yoxdu ilə çay içməyəsən. Deyirəm bəlkə çayı çəkir. Tamam var çayla, mürəbbəylə. Çay, hə. Gəliyə gələr şey hazırdır. Ay maşallah. Personal gördü ki biz artıq gəzərək Emin bilirsən bu nə olan şeydir? Dadıdır, bilirəm, badamdır. Bilirsən, badamdır. Badamı oxşur, əri yoxşur. Yaşıl da var, sarı da olur, qırmızı olur. Biz elə parka gəzə-gəzə sağ olsun. Personal tez süfrəni hazırladı. Dadı da çox gözəldir. Doğrudan da. Bəh, bəh, bəh. Deyirəm lazımdır arasına Natiq mənə qulluq eləyəndə həqiqətən çox dadlı olur. Ara sıra yox elə bütün günü mən sağ qulluq edirəm də. Bir Olmalı. dəfə sən əziz tamaşaçılar bir dəfə görmüsünüz ki, Emin mənə çay süzə, Emin may yemək bişirə, amma vaxt vədə yetişəcək, yeməyi də, çayı da evi də yığışdırtdıracaq bu sayda ya. Hə nənə, sənə nədən danışım? Nədən Belə danışım? bilsən də MTV hər zaman yenilik edir. Bir çox maraqlı bir işlər var. Yəni o beşlərin içindən başqa bizim də bir iş geri qalmır ha. Dünən, qoy elə bax bunu yazmışıq, sənə də bir oxuyum. Şəkidən bir oğlan yazıb, adı Muraddır. Niyə yazdı bu? 31 yaşı var. Deyir nənəni, mən həmişə belə baxıram bir işlərə, məhz elə nənəyə görə baxıram. Nənə deyir,
Məzzəsindən, duzundan, dadından qalmır. Sen o tavaçaçılar elə demirsən, qabaqda qarşıda nələr olacaq, nələr olacaq. Özümü öldürürdüm mən bu show biznes showda nə ora girmək istirdim. Nənə qurban, sən sayəndə gəldim girdim. Gəl nənə qurban, gəl. Hə, nənənin də bir toyuqlarına üzərə baxaq da. Kəndə gələrsən, təbii toyuq yumurtasını Bak gəl. Görsən nənən qurban. Həyatı belə olur, nənən qurban. Bacı. Gel benim güzellerim. Nere sahili geçecek? Kent yumurtasında bir geçecek. Kaygana geçecek. Sarı nene kırma. Onu ben boş yere gelmem. Ay maşallah. Göre. Toyuklar da senden ürkürler. Gel. Gel göre, gel. Başı belalı göz Senden isteğim budur Gezme menden aralı göz Başı belalı kız Senden isteğim budur Gezme menden aralı kız Ay havalı kız Başı belalı kız Senden isteğim budur Gezme menden aralı kız Başı belalı kız Senden isteğim budur Gezme menden aralı kız Ay havalı kız Başı belalı kız Senden isteğim budur Gezme menden aralı kız
Səndən istəyim budur, gəzmə məndən aralı qız. Ay havalı, havalı qız, başı bəlalı, bəlalı qız. Səndən istəyim budur, gəzmə məndən aralı qız. Ay havalı, havalı qız, başı bəlalı, bəlalı qız. Səndən istəyim budur, gəzmə məndən aralı qız. Bu bir dənəsi bir nəfərdən ötürü. Bəli. Amma şəhərdə bunu 5 nəfərlə Bunu yemək olar bu boydana. iyisinə bax, bəh. Yağın hissi, soğanın Əz hissi. tamaşaçılar, yəni Biri qatıqdır, biri xəngəli kim bilmir ki, xəngəli bütün hamı xoşlayır. Qurut da var. Hə, Özdə qurut da var. bəli. Burada Biri da var qatıq, qurut. Bəli. Hə, Bu qurutdandır, bu qatıqlandır. Gəl sən indi yemə. Bəhlə. bəh. Amma bunun bəzi yerlərində əllə yeyirlər də, bilirsən. Yarısını qurutla yeyir, yarısını xəngəl şeylə. Öyle. Ay maşallah. Gözəl. Dənə-dənədir Emin, çox möhtəşəmdir, çox gözəldir. Özəllik, gözəllik bax bundadır, dənə-dənə. Görək dadı necədir? Deyilmənlə bəlkə mən tamaşaçılara deyə bilmərəm, çox dadlıdır. Tam fərqli, gözəl bir şəkildə ağzım əsl dada gəldi. Göz haqqınızı halal eləyin. Bəli. Vallahi. Xəngəl nə dadından daddır, süzmə bir xəngəl, qurutdur. İndi göy ketəsi. Əslində tamaşaçılar elə biləcəklər ki, o boyda xəngəlin hamısını biz yedik, qutardıq. Yox, əslində yeyə bilmədik. Niyə yeyə Müəyyən qədər. Dadı dadlıdır. Həm də ki, görünür olsa yeyənə görə. Amma bu da çox gözəldir, çox qəşəng dadlıdır. Görünüşdən bilinir. Görünüşdən dadı. Biraz da mən dedim ki, biraz deyin ki, biraz yaxşı daha çox eləsin, qızartsınlar. Hə, çox dadlıdır Emin. Bizi yağlı da ha. Yağlıdır. Ax, əyə. Nuş olsun hədə. İçinə də baxın. Sən deyilən kimi. Göyərtili, dadlı. Natiqə baxıram, iştaha gəlmir. Başqa bölgələrdə kimisi qatıqdan yeyir kətəni, kimisi sumaq tökür yeyir. Var, sumağımız da var. Hə, sumaq da var. Sənə mən qulluq edeyim, bax şəxsən. Sən şikayətlənirsən ki, Emin mənə qulluq etmir. Açsan yaxşı olardı da onu. Bəli. Bax. Hə. İndi dadından daha da. Bunu belə töhmürlər, bunu biraz boluna bol tökürlər. Qoy görün, bax belə. Vəssalam. Vallahi mən dedim ki, bəlkə az olsun, amma Saz olsun. Saz olsun. Ye. Mən sənə baxıb doyuram. Nuş olsun. Kökəlməyəcəm, zorla yedizdirməm. Əladır. Ma bax görüm. Gedirsən, indi hara gedirsən? Bakıya mı gedirsən? İndi hələ ki yox. Üzüm bir başqa bir istiqamətədir demirəm də, o dostlar gözləyir. Hə, dostların yanına gedirsən. Hə. Nə qədim dostların qatına hayvadan verirmi, Bir aparırsan? pis olmaz onunla. Hə. Deyir, payı şirin olur da, özü nənəmin payı var şirin olur. Bax hayvası, bax.
Xurması. Aynen. Nənəm Əziyyət qurban. verim sənə. Balaca paket gətirir, yekə qazanlarla aparır. Biz eləyik də 50 dolu gəlsək də yenə 50 dolu qayıdırıq. Gəl, Nə gəl. qədər səmən nənə varsa da işimiz belə olacaq. Canım da sana qurban Gəl, deyil. gəl. Hər yeri gəzirsən, hər yeri gəzirsən. Gəzə hərədə biraz qıpçıdan arada nənə də gəl. Nənə də ha. Bəsdir. Gəl nənə qurban. Aynen. Elə bir nəsə unutdum. Mənə pay demişdin. Hə, yadımdan çıxır. Ala. Bu nədir? Bir dənə hayvadır, bir də karalyoqdur da, nə qədər. Bu tök getmir. Ay, yeməyə vermirəm, qoyarsan maşında niyə gəlsin? Nənənin payına bax. Heç sağ ol ay nənə. Sağ ol, nənə.